Ben dünya görmüş adamım ve emperyalist devletlerin təbliğatının həqiqətdən nə qədər uzaq olduğunu çox gözəl bilirim. Qərb mediasının satqınlıq və xəyanət səviyyəsində çox gözəl bilirim. Mən neçə vaxtdır bu hadisələri izləyirəm. İndi mənim ümumiyyətlə həyatımda diqqət mərkəzində duran ən mühüm hadisə yaxın şərqdəki hadisələrdir. İsrailin Livana, Amerikanın İsrailin İrana qarşı təcavüzü və bunun ətrafında baş verən hadisələrdir. Mən izləyirəm. Təziyə mərasimini də izləyirəm və əhalinin həqiqi kədərini, qəmini, onu da görürəm, bilirəm. YouTube'da baxıram, izləyirəm, müxtəlif şərhçiləri dinləyirəm. İrandan çox dəyərli bir ustadımız var, Ağay Məhəmməd Mərəndi, onun şərhlərini dinləyirəm məmnuniyyətlə. Və mən onu deyirəm ki, bu İran xalqının cəsarəti və rəşadəti, səbatı və dözümü bütün dünyada böyük rəğbət doğurur. İki azğın, beynəlxalq hüquqa hörmət etməyən, Allahın və insanın, bəşəriyyətin qanunlarını pozan iki cani quldur dövlət İrana və bütövlükdə müsəlman dünyasına hücum edib, Qəzzaya hücum edib, Livana hücum edib, Suriyanı bombalayır, İranı bombalayır və bunlara qarşı yeganə müqavimət göstərən qüvvə İran və onun müttəfiqləri, tərəfdarlarıdır. Mən təbii ki, görkəmli dövlət xadimi Ağay Əli Xamneyinin, Seyyid Əli Xamneyinin vəfatından, qəhrəmancasına həlak olmasından çox təəssüfləndim. Və mən hesab edirəm ki, bu ümumiyyətlə dünya tarixində görünməmiş bir cinayətdir. Bunu açıq şəkildə İsrail Siyonist demək ki, qurumu və Amerika açıq şəkildə təlqin edir, tətbiq edir və bununla hətta qürrələnirlər. Bunların cani səciyyəsini parlaq şəkildə sübut edir. Ümumiyyətlə bu Amerikanın müasir dövrdəki cinayətləri, müasir dövrdə yox, bu dövlət ümumiyyətlə cinayət əsasında yaranıb. Gəliblər Şimali Amerikaya, yerli halini qırıblar, 10 milyonu qırıblar, 2 milyonu salıblar rezervasiyalara. Və ondan sonra bütün müasir tarixi, 19-cu əsr, 20-ci əsr, bütün çatına çatıblar, çatmayana daş atıblar, ərazilər tutublar, hücum ediblər, sərvətlər ələ keçiriblər. Bəşəriyyət tarixində ilk dəfə atom bombasını atıblar, böyük hərbi cinayət törədiblər. Və mən yaşım 46-cı ildən, mən də ağlım kəsindən elə işləyirəm ki, Amerika ora hücum elədi, Amerika bura hücum elədi, Amerika oranı bombaladı, Amerika buranı bombaladı, Amerika filan qədər adam öldürdü. Eyni zamanda onları özlərini bəşəriyyətin önündə gedən demokratik, mütərəqqi, bəşəri bir dövlət kimi təqdim edirlər və heç kəs aldıra bilməzdir bu yalanla. Qaldı İrana qarşı onların hücumu, bu konkret bir məqsədə xidmət edir. Onların ön istehkamı olan İsrailin yaxın şərqdəki ağalını təmin etmək üçün bu cinayətlərə, bu hücumlara əl atırlar. Və onların əsas məqsədi hökmranlıqdır. İranın təbii sərvətlərini ələ keçirmək, İran xalqının növbəti dəfə köləyə çevirmək, İran xalqına elə bir rəhbərliyi sırmaq ki, o həmin rəhbərlik təzim edib diz üstündə çöksün qəlbin və İsrailin qarşısında. Bu alınmayacaq. Mən indən sizə əmin edirəm ki, bu alınmayacaq. Artıq zəmanə dəyişib, xalqlar oyanıb. Bütün dünyada İranla həmrəylik hərəkatı genişlənir. İsrailin hörməti çox aşağı düşüb. Əlbəttə ki, Siyonistlərin əlində kütləvi informasiya vasitələri var, nəhəng pul vəsaiti var və jurnalistlərin satqınlığı var, siyasi rəhbərlərin satqınlığı var. Bununla yanaşı həqiqət yerin altından da olsa deşib özü çıxır, günəş işığına can atır və artıq İsrailin dünyadakı hörməti xeyli düşüb aşağı. Onların o riyakarlıqla Holokostdan istifadə etməsi. Bəli, Holokost bir kədərli bir hadisədir, dəhşətli bir hadisədir. Amma bunun törənməsində Siyonistlərin üzərində rolu da var. Bunu heç kəs, yəni alimlər anlayır, dərk edir. İncinin özündə İsrail çox azğın bir siyasət yürüdür.
Altı dövlətə hücum edir, bombalayır, hələ hədələyir. Türkiyənin hədələyir, başqa dövlətlər hədələyir. Yəni bu demək cinayetin sonu görünür və mən əminəm ki, görkəmli bir qərbdə politoloq, tarixçi, alim və diplomat dövlət xadimi var idi, Henry Kissinger. O 2012-ci ildə demişdi ki, İsrailin ömrünə 10 il qalıb. İndi 4 ildə keçib ömründən, amma İsrailin bir dövlət kimi, cəmiyyət kimi dərin böhran içində olması və süquta doğru getməsi heç kəsə şübhə doğurmur. Bir dövlətçədir cəmiyyətdə ki, əxlaq olmur, həqiqət olmur, o dövlətin ömrü qısa olur. Mən bunu essedə görmüşəm. Essenin ali hakim zümrəsi həqiqəti danırdı, yalan danışırdı, zülmə el atırdı və esseri çöktü. Qüdrətli bir dövlət idi, çöktü. İsrail də süquta doğru danılmaz bir tərzdə addımlayır, səbatla addımlayır. Çünki onların siyasi hakim sinfi canilərdən, yalancılardan və oğrulardan ibarət. Və salam. Qaldı Ağay Xamneyinin təziyesinə bu qədər İran xalqının qoşulması, ürəkdən ağrıması, qəm çəkməsi, ağlaması, göz yaşları içində boğulması. Bu onu göstərir ki, Xamneyi, Ağay Xamneyi xalq tərəfindən həqiqətən sevilirdi və onu həqiqətən bir öz xalqına xidmət edən təmənnasız bir rəhbər kimi tanıyırdılar. Allah onun oğluna da uğur versin. Ağay Müştəba Xamneyi də ömrünü xalqına həsr eləmiş bir insandır və inşallah ki, İran bu demək ki, qarşı durmada, bu mücadilədə növbəti qələbələrin qazanacaq. Mən buna əminəm. Əminəm. Hamı da ətrafındakı hamı ilə də mübahisə edirəm ki, İranın qələbəsi şəksizdir. Mən buna inanıram. Məsələ güclü deyil, məsələ həqiqətlidir. Ən güclü qüvvə demək ki, həqiqətdir. Həqiqət İranın tərəfindədir. Belə. Çox sağ olun Zərdüş müəllim. Təşəkkür edirəm. Bizə vaxt ayırdığınıza görə bir daha. Uğurlar sizə. Qələbə arzulayıram İran xalqına.